Həmişə dinozavrlar bizim insanlar üçün çoxlu suallar yaradıb. Amma doğrudan da nə baş verir? Təxminən 65 milyon il əvvəl yer dinozavrlar üçün cənnət idi və onlar rahat-rahat yaşayırdılar. Yer də elə bil onların özününki idi. İnsan kimi bir varlıq yox idi ki desin, bu mənimdir. Ona görə də yemək və qida bunlar üçün bol-bol tapılırdı. Amma bir vəziyyət var idi. Fırtınadan əvvəlki sakitlik kimi. Əgər kamera olsaydı və kosmosdan baxsaydıq, görərdik ki, nəhəng bir asteroid yolunu dəyişib yerə tərəf gəlir və yüksək sürətlə irəliləyir. Bu vaxt yer üzünün sakinləri heç nədən xəbərsizdilər və bilmirlər ki, 80 kilometrlik bir asteroid gəlir və özünü yerə çırpacaq. Bu daş o qədər böyük idi ki, yerə çatanda arxa hissəsi atmosferə yaxın olurdu. Bu buynuzsuz nəhəng canavar bərk şəkildə Meksika körfəzinə çırpılır. Zərbənin gücü o qədər ölümcül idi ki, bugün alimlər dənizin altında nəhəng bir çökəklik yarandığını aşkar ediblər. Diametri 150 kilometr olan bir çökəklik. Bu nəhəng çuxurun dərinliyi isə 20 kilometr idi. Bu, yer tarixi boyunca atmosferə daxil olub yerə çırpan ən böyük cisimlərdən biridir. Əslində buna meteorit demək düzgün deyil, asteroid demək lazımdır. Çünki çox böyük idi. Dünyadakı o sakitlik zərbənin baş verdiyi saniyədə darmadağın olur. Okeanlarda super tsunamilər yaranır və hər tərəfdən sahillərə doğru hərəkət eləyir. Deyilənə görə bu super tsunamilərin dalğalarının kilometrə çatırdı. Təsəvvür edin, bir dalğa qalxır, hündürlüyü 1,5 kilometr olur. Bu nəhəng dalğalar 10 saat boyunca yer üzündəki quru sahələri darmadağın edirdi. Amma bu fəlakətin hələ başlanğıcı idi. Bu zərbənin yaratdığı partlayış çar hidrogen bombasından 100 milyon dəfə güclü idi. Yəni dünyanın ən güclü nüvə silahından. Zərbənin 1000 kilometrlik radiusunda olan meşələr bir anda alovlanır. Elə ki, super tsunami dalğaları belə bu yanğını söndürə bilmir. Digər tərəfdən yer güclü şəkildə silkələnir və çox şiddətli bir zəlzələ davam edir. Dünyada qeydə alınmış ən güclü zəlzələ 1960-cı ildə Çilidə baş verib və gücü 9,5 bal olub. İndiyə qədər bundan güclüsü qeydə alınmayıb. Bu zəlzələ o qədər güclü idi ki, yer kürəsinin uzaq nöqtələrində belə dağlar uçmağa başlayır və fəaliyyətdə olan vulkanlar oyanır. Bizim danışdıqlarımız bu toqquşmanın ilk bir neçə saatına aiddir və qırğın hələ yeni başlayır. Toqquşmanın 1500 kilometrlik ətrafında canlı tapmaq demək olar ki, mümkün deyildi. Hətta sağlam bir bitki belə görə bilməzdiniz. Bu 80 kilometrlik asteroid yerə çırpılandan xırda parçalara bölünür və partlayış dalğası o qədər güclü olur ki, bu parçalar yenidən yuxarı qalxır və atmosferdən çıxır. Amma uzaqlaşmırlar, biraz yuxarı qalxırlar, sonra yenidən aşağı düşürlər. Və məhz bu anda dünyanın müxtəlif yerlərində meteorit yağışı başlayır. Əgər haradasa sağlam qalmış bir meşə var idisə, bu od saçan bombalarla, yəni asteroidin parçaları ilə yanıb kül olur. Bu yanğınlarla birlikdə heyvanlar tələyə düşür. Bu vaxt dünya meşələrinin böyük hissəsi yanır. Əksər iri heyvanlar dinozavrlar da daxil olmaqla ilk bir neçə həftədə məhv olur. Əvvəllər belə bir nəzəriyyə var idi ki, bütün dinozavrlar elə həmin anda ölüb. Amma indi məlum olub ki, bu asteroid toqquşmasından sonra dinozavrların əksəriyyəti məhv olur, amma bir qismi sağ qalır və bütün dünya toqquşma qışına girir. Yəni asteroidin yerə dəyməsi nəticəsindən yaranan bir qış. Bunu nüvə qışı ilə ya da vulkanik qışla müqayisə etmək olar. Sadə dildə desək, bu toqquşma, bu yanğınlar və vulkanların fəaliyyəti çoxlu kül və tüstü yaradır və bu kül və tüstü bütün yer kürəsini bürüyür və günəş işığının yerə çatmasına mane olur. Bu isə yer kürəsinin sürətlə soymasına səbəb olur. Elə bir soyuq ki, təkcə bütün dinozavrları yox edir. Eyni zamanda digər canlıların 76% də məhv olur. Qısaca desək, çəkisi 25 kiloqramdan çox olan bütün heyvanlar məhvə məhkum idi. Kiçiklər, xırdalar və dözümlü olanlar sağ qalır.
Bu toqquşma qışı 1 ildən çox davam edir və bu canlılar üçün çox uzun bir müddətdir. Qarşımızda elə bir yer var ki, üzərində az sayda heyvan qalıb və az sayda bitki. Qalan yerlər yanmış torpaq kimidir. Bütün bu əzabdan sonra atmosferdə qalan tüstü və buludlar yağmağa başlayır. Amma normal yağış yox, turşulu yağışlar yerə tökülür. Bu yağışların vurduğu ilk zərbə suda yaşayan canlılara olur. Bir çoxu məhv olur. Məsələn, tısbağa və timsah suda sağ qala bilir və ya köpək balığı dözə bilir. Amma əksəriyyəti yox olur. Bu şəraitdə sağ qalan canlılar böyük bir sual işarəsidir. Bir çox alim deyir ki, o vəziyyətdə bu canlıların necə sağ qalması hələ də tam aydın deyil. Nəhayət, illər keçir. Turşulu yağışlar dayanır və qara buludlar dağılıb gedir və günəş işığı yenidən yer üzünə düşür. Amma hansı yerə? Günəşin artıq tanımadığı bir yerə. Meşə və düzənliklərlə dolu olan yer səhraya çevrilmişdi. Günəş torpağa dəydikdən sonra ilk bitkilər cücərməyə başlayır və bunlar qıcılar idi. Bu illər ərzində heyvanlar üçün qida tapılmırdı və bu da bir çoxunun məhvinə səbəb oldu. Yalnız çəkisi 600 qramdan az olan bir neçə heyvan növü sağ qaldı. Əlbəttə istisnalar da var idi. Tısbağa, köpək balığı, timsah, çünki hamısı suda yaşayırdı. Bu da göstərir ki, sağ qalan faydalı canlıların çoxu suda idi. Bu vəziyyət 100 minlərlə il davam edir və quruda yalnız xırda heyvanlar yaşayır. Amma bu 100 minlərlə ildən sonra it boyda olan heyvanlar ortaya çıxır və eyni zamanda daha faydalı bitkilər yayılmağa başlayır. Bunlardan biri Şimali Amerikada bugün də çox rast gəlinən vəhşi qoz növü olan pikan idi. Bu vəhşi qoz daha çox heyvan növünün yaranmasına səbəb olur və onların müxtəlifliyi 3 dəfə artır. Elə ki, quruda yaşayan ən böyük heyvanların çəkisi 25 kiloqrama çatırdı. Amma yer üzündə həyatın əsas üstünlüyü bu məhvdən 700 min il sonra ortaya çıxır. Vəhşi lobya. Bu lobya dünyanın hər yerində böyüməyə başlayır və bu heyvanların ölçülərinin yenidən böyüməsinə səbəb olur. Çünki bol qida və qidalı maddələr yaranmışdı. Bu lobyalar təkcə heyvanları daha müxtəlif etmədi, həm də onların çəkisini artırdı. Fikir vermisinizsə, bu 700 min il ərzində qurudakı ən böyük canlılar 600 qramdan təxminən 50 kiloqrama çatdı. Bu 700 min il alimləri heyrətə salıb. Çünki bu qədər qısa müddətdə bu qədər böyük dəyişikliklər baş verib. 700 min il yer kürəsinin təkamülü və tarixi üçün demək olar ki, heç nədir. Qurudakı həyatın bərpası sudakına nisbətən çox daha sürətli oldu. Okeanlarda isə dəyişikliklər çox yavaş gedirdi. Alimlər deyir ki, okeanlarda həyatın normal vəziyyətə qayıtması təxminən 3 milyon il çəkir. Bəs dinozavrlar nə oldu? Hara getdilər? Heç izləri qalmadı? Qaldı. Onlardan balaca bir hissə qaldı. Deyirlər ki, quşlar elə dinozavrların qalıqlarıdır. Üzlərinə baxanda da bu açıq-aşkar görünür. Alimlər hesab edir ki, quşların məhv olmamasının yeganə səbəbi yuva qura bilmələri idi. Digər bir səbəb isə onları məhv edəcək insanın hələ mövcud olmaması idi. İnsanlar bu hadisələrdən təxminən 60 milyon il sonra digər canlılardan təkamül edib yer üzünə çıxır və yavaş-yavaş vaxtilə heyvanlara aid olan bu planetin sahibinə çevrilir.